عن أبو أمامة الباهلي رضي الله عنه أن النبي صلى الله عليه وسلم قال: أكثروا علي من الصلاة في يوم الجمعة، فإن صلاة أمتي تعرض علي في كل يوم جمعة، فمن كان أكثرهم علي صلاة كان أقربهم مني منزلة. صحيح الترغيب، حسن لغيره. Sahabe Ebu Umame el-Bahili, Allah ondan razı olsun, deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə dedi: Cümə günü mənə salavat deməyi artırın. Çünki hər cümə günü ümmətimin salavatı mənə ərz olunur. Kimin mənə salavatı çox olarsa, qiyamət günü də mənə ən yaxın o olar. Şeyx Əlbani Sahih-ü Tərğib kitabında rəvayət etmiş, Həsənun li qeyrihi demişdir.